19-cu tapşırıq. Birinci halda təcrimiz A1-imiz 4 metr/saniyə kvadrat, ikinci halda A2 3 metr/saniyə kvadratdır və cisimlərin kütlələri nisbəti istənilir. Birinci şəklə əsasən kütləni tapa bilərik. Newtonun ikinci qanunundan, yəni M1 bərabərdir F bölünsün A1 yaza bilərik. Buradan F-imiz 20, təcrimiz 4 və M1-imiz 5 kiloqram alınır. İkinci halda bağlı sistemdir, yəni kütlələr ümumisi nəzərə alınmalıdır. Və ona görə də M1 üstəgələk M2 bərabərdir F bölünsün A2. Və buradan M1-i biz təyin eləmişik 5 kiloqram. 5 üstəgələk M2 bərabərdir F27. A2-miz isə 3 metr/saniyə kvadratdır və buradan 9 alınır. M2-miz də 9-dan 5 çıxsaq 4 kiloqram olur. Daha sonra isə M1 bölü M2-ni hesablasaq, M-imiz 5 kiloqram və M2-miz 4 kiloqram və bölsək 1,25 almış oluruq.